Deməli, polinomlara aid çox maraqlı bir sual düşüb. Verib ki, px çox hədlisi üçün bu verilən ifadə və p1 plus p4 bərabər 2 şərti ödənir. Ən sonda bizdən p4'ü soruşur. Uşaqlar, məsələ nədir burada? P1, P4'ü tapmaqdan ötəri, cəmləyib 2 qiymətinə bərabər etməkdən ötəri, əvvəla bu x-ların yerinə, deməli biz x-ı həll etməkdən ötəri, x-in yerinə 1, 2, 3 yazsaq, tənliyin yekun həllini tapa bilərik. Bir dəfə x-in yerinə 1 yazıram. Yəni, nə olacaq? X-ların yerinə 1 yazıram. Bura x-in yerinə 1 yazsam, bu nə olur? P2 olur. Çıx. X-in yerinə 1 yazdım. Çıx P1. Bərabər x-ların yerinə 1 yazanda nə olacaq? 1'in kvadratı ilə 1, üstə gəlsə 2 vur 1, 2, çıx 2. Bu oldu 1. 1 ilə işim bitdi. İndi 2-yə gəlirəm. Yenə burada x-in yerinə 2 yazacağım. Bura nə olacaq onda? 3. Deməli, P3 çıxılsın. X-in yerinə 2 yazıram. P2 bərabər x-ların yerinə 2 yazıram. 4 plus 8. Deməli, 4 plus 4 minus 2. Düzdür? Bu oldu 6. Və ən sonda 3'ü yazacağım. X-in yerinə 3 yazanda nə olacaq? P4 çıxılsın P3 bərabər. Harada x var, orada 3 deyirəm. 9 üstə gəlsin 6 çıxılsın 2. Neçə eləyəcək bu? 13. İndi fikir verin. Bütün hamısını toplasam, müsbət P2 mənfi P2 getdi. Sonra müsbət P3 mənfi P3 getdi. Nə qalır? Mənfi P1 üstə gəlinsin P4. Və nəyə bərabərdir? Hamısını toplamışam. 7, 13, 20'yə. Mən bunu aldım. Mənə də şərtdə verib, baxı, bu 2'dir. Gətirib yazıram yanına. Olacaq necə? P1 üstə gəlinsin P4 bərabərdir 2'yə. Sistem tənliyi həll edirəm. Bax, tərəf-tərəfə toplasam yenə mənfi P1 ilə müsbət P1 gedəcək. Nə qalır? 2 dənə, deməli 2 dənə P4 bərabər 22'yə. Bu zaman P4 olacaq. 22'ni 2'yə böldüm. 11. Cavab olacaq B bəndi.